Bismillahirrahmanirrahim. Hörmətli və dəyərli dinləyicilər, dünyanın hər harasında bizi eşidirsiniz, sizləri salamlayıram. Bəhsimizin mövzusu Əhl-i Qubur ziyarətidir. Ən dəyərli və üstün olan hədiyələr ölənlərimizə, dünyaların dəyişən insanlara nə şeylərdir? Hər verilişdə bəzilərini izah edirəm. Bu verilişdə də bir maraqlı rivayət ilə başlayıb və başqa rivayətlərlə davam edəcəyik. Mən əmilə minəl muslimin ən meyyitin əmələn salihən əzəfəllahu ləhu əcrəh və nəfəallahu bihil meyyit. Kimsə müsəlmanlardan bir ölünün əvəzindən, ölünün niyabətindən bir salih əməl gətirə, daha ad aparmır, həcc ola, namaz ola, nə ola, nə olmaya, hər bir salih əməl, hər bir insan anlayır salih əməl nə şeydir. Birinə su paylayıran, birinə yardımcı olursan, bir yolu islah edirsən, hər bir xeyr əməldə ölənlərinizi buyurur, ortaq və şərik eləyin. Mən əmilə minəl muslimin ən meyyitin əmələn salihən. Hər insan zaten özü tanıyır, salih əməl nə şeylərdir. Hər bir yaxşılı əməllər, hər bir salih əməllər ölənlərinizin əvəzindən yerinə gətirəsiniz, əzəfəllahu ləhu əcrəh. Allah sizin öz savabınızı da daha üstün eləyər, daha artıq və fazla edər, ziyadə edər. Və nəfəallahu bihil meyyit. Allah sizin bu salih əməlinizə, ölən insana, dünyasını dəyişən insana Allah xeyir yetirər, mənfəət yetirər. O salih əməllərin ən üstünlərindən birisi nədir? Sələvatdır Həzrəti Muhammed və Əhl-i Beyti Muhammedə. Allahümmə salli alə Muhammedin və alə Muhammed. Salavatdan üstün zikri olunmaz. Salavat ən gözəl hədiyyədir. Allah Qur'anında buyurur, İnnallâhe və mələikətəhu yusallûne alən-nəbi, ya eyyuhəl-ləzīne âmenû, sallu aleyh və səllimu təslima. Ey inancı sahibləri, ey müminlər, Allah və mələklər davamla Həzrəti Peyğəmbərə səlam və səlavat göndərirlər. Siz də səsizi Allaha və mələklərə qatın. Siz də davamla səlavat göndərin. Öz dərəcələriniz yüksəlsinlər. Böyük alimlər deyirlər, ölənlərimizə biz təcrübə etmişik. Səlavat hədiyyə eləyəndə onları yuxuda görmüşük. Xoş olan halları bizə də yetişibdir. Heç hədiyyə səlavat zikri kimin əsər qoymur. Səəltu Əba Abdillah aleyhisselam ər-rəzul yəzurul qəbr keyfəs salat əla sahibil qəbr. Bir insan qəbrin ziyarətinə gedir, nətər salavat göndərsin qəbr sahibinə. Yusalli alən nəbi və əla sahibil qəbr. Həm Peyğəmbərə səlavat göndərsin, həm bu qəbrin sahibinə. Ən Əbi Abdillah aleyhisselam, mən qalə ya Rabbi sallə alə Muhammedin və alə Muhammed mi'ətə mərrə. Kimsə 100 dəfə deyə, nə deyə? Ya Rabbi sallə alə Muhammedin və alə Muhammed. İstər elə deyəsən, istər Allahümmə sallə alə Muhammed və alə Muhammed deyəsən, qudiyyət ləhum mi'ətü hacə. Allah 100 hacətini qəbul eləyəcəkdir. Thələthunə lid-dünya, 30 hacət dünya hacətlərindən və 70 hacət də axirət hacətlərindən Allah qəbul eləyəcəkdir. Dəyərli və hürmətli dinləyicilər, Peyğəmbərimiz Mi'rac səfərində, o mənəviyyətli səfərdə mələkləri görübdür, onlarla söhbət eləyib, danışıbdır, onları bizə zikr eləyir. Onlardan birisi budur, bir mələkdir, neçə damla göy üzündən yerə yağış, yağmur yağacaqdır, onların ədədin bir mələk bilir. Dünya üzünə neçə damla yağış yağıbdır.
Yəni insanların bilgi sayarları da onu mühasibə eləyə bilməz. Amma o mələk bunların hamısı neçə damla hansı şəhrə, hansı ölkəyə, bütün dünyaya neçə damla yağmur yağıbdır, hamısını bilir. O mələk tək bir şeyi mühasibə edəməz. Nədir? Peyğəmbər ümməti oturalar bir cəmidə, bir məclisdə, hamısı bərabər səlavat göndərilər Peyğəmbərə və ali beyti Peyğəmbərə səlavat göndərilər. O mələk də mühasibə eləyə bilməz. Allahümmə salli ala Muhammedin və ali Muhammed. Ən gözəl və üstün hədiyyə ölənlərimizə səlavat zikridir. Vəssalamu aleykum və rəhmətullah və bərəkatuhu.